Salam əziz şagirdlər, bugün birinci qrup blok imtahanına hazırlaşan uşaqlar üçün belə bir sual düzəltəcəm. Mövzu funksiyalar bölməsinə aiddir, funksiyalar qrafiklər bölməsinə aiddir. Misalın şərti belədir. Fx bərabərdir x kvadrat plus 2 plus 2x plus 1 minus 4n funksiyasının qrafiki m'in hansı qiymətində deməli o x oxuna koordinat başlanğıcından solda toxunar. Kvadratik funksiyanın ümumi düsturu standart şəkildə belədir. Ax kvadrat y bərabərdir. Ax kvadrat üstəgəl bx üstəgəl c şəklində verilir. Bu da a, b, c əmsallardır. Bu ifadədə isə bizə əmsallar parametrlərlə verilib. A əmsalı 1-dir, b əmsalı 2 üstəgəl 2-dir, c əmsalı da 1 minus 4-dir. Kvadratik funksiyanın ümumi düsturu belədir və təpə nöqtələrinin koordinatları m və n düsturu ilə hesablanır. M mənfi b bölünsün 2-adır. M isə mənfi d bölü 4a. Bu düsturlar parabolanın təpə nöqtələrinin koordinatları düsturudur. Şərtə əsasən biz bu funksiyanın qrafikini sxematik quraq. Deməli, funksiya kvadratik funksiya olduğu üçün qrafiki paraboladır. O x oxuna, bu x oxudur, bu da y oxudur. O x oxuna koordinat başlanğıcından solda toxunur. Şərt belədir. M'in hansı qiymətində o x oxuna koordinat başlanğıcından solda toxunur. Deməli, bu parabolanın təpə nöqtəsi m soldadırsa, m kiçikdir 0. M kiçikdir 0 və toxunur. Toxunur o deməkdir ki, buna kvadrat təmliyi üçün baxsaq, kvadrat təmliyin bir kökü var. Kvadrat təmliyində o vaxt bir kökü olur ki, diskriminant 0-a bərabər olsun. Deməli, biz bu şərtləri nəzərə alsaq, m kiçikdir 0. M-i tapaq, mənfi b bölünsün 2-a. B əmsalımız budur. Mənfi 2m üstəgəlsin 2, mənfi b bölünsün 2a. A əmsalı da 1-dir. Kiçikdir 0 olmalıdır birinci şərtə görə. Buradan 2-ni mötərizə xaricə çıxartsaq, 2 vurulsun m üstəgəl 1 bölünsün 2 kiçikdir 0. 2-ləri ixtisar edəcək, mənfi m üstəgəl 1 kiçikdir 0. Hər tərəfi mənfiyə vursaq, m üstəgəl 1 böyükdür 0 olacaq. Buradan da alırıq, n böyükdür, mənfi 1. Birinci deməli şərt bu oldu. N mənfi 1-dən böyük olmalıdır. Solda, koordinat başlanğıcından solda olması üçün n mənfi 1-dən böyük olmalıdır. İkinci şərtdə nə demişdik? Demişdik ki, diskriminant 0-a bərabər olmalıdır, çünki bir kök var. İndi diskriminantı tapaq. Diskriminantın da düsturu b kvadrat çıxılsın 4ac. B kvadrat, yəni 2m üstəgəl 2-nin kvadratı çıxılsın 4a, a əmsalı 1-dir, c əmsalı da 1 minus 4-ə. 1 minus 4-ə bərabər 0. Qrafikası ilə qrafikasına ehtiyacımız daha yoxdur. Deməli, aldıq ki, bərabər 0. 2m üstəgəl 2-nin kvadratı 4 vurulsun 1 minus 4m kiçikdir 0. Bu təmliyi həll edilsə, bunu müxtəsər bulma düsturuna açanda 4m kvadrat plus 8m plus 4 minus 4-ü birə vurduq 4 üstə gəlməsin 16m kiçikdir bərabərdir 0 və 4m kvadrat 8m 16m yəni 24m 4-dən istilah gedir bərabərdir 0. Buradan 4m mötərizə xaricə çıxartsaq, alırıq m üstəgəl 6 bərabər 0. Burada da m üçün 2 qiymət alırıq. M bərabərdir 0 və m bərabərdir mənfi 6. Deməli, buradan aldıq ki, m ya mənfi 6 ola bilər, ya 0 ola bilər. Birincidən isə almışdıq, m böyükdür mənfi 1. Mənfi 1 şərtini ödəyən ədəd, mənfi 1-dən böyük olan ədəd. Təbii ki, mənfi 6 olmayacaq, 0 olacaq. Deməli, doğru cavabımız oldu, m bərabərdir 0. Yekun olaraq nəyi tapdıq? Yekun olaraq tapdıq ki, m-in 0 olduğu 0-a bərabər qiymətində funksiyanın qrafiki o x oxuna koordinat başlanğıcından solda toxunar.